Lənkəranda vətəndaşlara qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Lənkəran şəhər rayon polis şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını güya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22.200 manat pulunu dələduzluq yolu ilə ələ keçirildiyini bildirib. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ramin Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40.000 manat, digəri isə 6.000 ABŞ dolları olmaqla ümumilikdə 72.400 manat dəyərində vəsaiti ələ keçirib. Faktlarla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.